Hoş gördüğünüz izləyicilərim, necəsiniz? Bugün mənim 2 dənə süzüləsi sirkəm var. Biri xurma sirkəsi. Görürsünüz anasını. Bu isə ağ üzümdən qoyduğum sirkədir. Onu gəlin birlikdə süzək. Sirkə və sirkə anası necə olur? Görək. İlk olaraq əlimizi yuyuruq, təmizləyirik, quruduruq və anasını getiririk. Hələ bunu bir süzürəm. Süzəndə bir ayda saxlayacağım, süzəndən sonra. Bu xurmanın anası. Cənnət almasının anası. İsə üzümün anasını götürürəm. Maşallah. Bunun da anası çox gözəl tutuyor. Kemik kimi. Bax, gözəlliyinə. İndi sirkələrimizi süzək. İlk olaraq qabımızı götürürük və sirkə süzdüyüm bir torbam var mənim. Bunun belə olmağına baxmayın, rengi. Çünki hər cür sirkə süzürəm mən. Qara üzümdən, ağ üzümdən, nardan. Bu belə tüntləşib, amma yuyuram. Gözəl, tərtəmiz mən. Onu saxlayıram belə. İndi ilk olaraq süzürəm xurma sirkəmi. Götürürəm və boşaldıram bu torbaya. Hoppa. Bir gözəlcə bunu sıxırıq. Ay Allahım, ətri necə gözəl gəlir. Ətri də çox gözəl gəlir qızlar, dostlar. Görürsünüz, gözəl, şəffaf süzür. Baxın, 3 litr süzdüm, sıxdım. Tamamilə sıxıram posası tam quruyana kimi. 3 litr bu qədər sıxdım. İndi isə özünün yenidən ağzını həmin biz parçayla bağlayacağım və yenidən qaranlıq bir yerdə 20 gün, 25 gün saxlayacağım. Bu xurma sirkəmiz süzdü, indi üzümə keçirik. İndi isə üzüm sirkəsini süzürəm, bunu da eyni qaydada süzürəm qızlar. Eyni qaydada saxlayacağım hərəsi 25-20 gün. Kızlar 2 litr yarımda üzüm sirkəm sıxdım. Onu da sizə deyim ki, üzüm sirkəsini mən heç nəsiz, susuz falansız etmişəm. Mayasız, susuz.
Sadə bal atmışam. Bal bir qaşıq maya üçün. Üzüm sirkəmlə də 2 litr yarım sıxdım. Üzümüm 3 kiloydu. 3 kiloya yaxın üzüm idi. Ondan da sıxdım 2 litr yarımdan çox. Belə deyim də. Bu qab 3 litrlikdir. Başından biri belə qaldı. İndi bunu da öz qabını yudum qaynar suyla eyni qaydada boşaldıram və eyni qaydada xurmanı sirkəsi kimi ağzını qaplayıram və qaranlıq bir yerdə bunun hər ikisi 20-25 gün gözləyəcək. 20-25 gündən sonra süzüb şüşələyib ağzı dar şüşələrə saxlayıram, nə qədər istəyirsiniz qalsın. Qaldıqca gözəlləşir, qaldıqca keyfiyyəti artır və daha çox şəfa deposu olur. Üzüm sirkəsini mən söyləyim, sadəcə mən turşuya istifadə edirəm. Onlar salatlara turşuya, amma xurma sirkəsini içirəm. Yüksək davleniyanı təzyiqi normallaşdırır və çox şeyə də xeyirdir. Sirkə, zaten bilirsiniz də, sirkənin hamısı xeyirdir. Beləliklə, hələ bir sirkəm də var, onu şüşələyəcəm. İndi alma sirkəm, onu da göstərəcəm. 1 litrlik. Onu süzüm. Bunu da eyni qaydada bura süzürəm. Öz qabına yenidən boşaldıram. Çünki bunları qoyduğum bir ay 5 gündür. Hələ 25 gündə yenə durmalıdır. Posasından ayırandan sonra. Ona görə də belə edirəm. Gözəl də qar yağıb. Hər birinizə bu Rusiyanın qarlı qışında çoxlu salam söyləyirəm mən izləyənlərə. Mən izləyənlər ən çox qardaş ölkədəndir. Türk qardaşlarımdır. Hamınıza qucaq dolu salam söyləyirəm. Hər birinizi yeni il münasibəti ilə təbrik edirəm. 2026-cı il hər birinizə uğur gətirsin. Cümləmizə, hər kəsə sülh olsun, əmin-amanlıq olsun. Müharibələr dursun, savaşlar dursun. Hər birimizin çoluğunu, çocuğunu, ailəsini Allah qorusun. Hər birinizə Allah gözəl, uzun ömür, bol bərəkətli, sağlamlı ömür bəxş etsin. Amin inşallah. Bu da qızlar sıxdığım posadır. Bunu da atmıram. Onu bir paketə yığıram. Ağzını bağlayacağım və aparıb məhəlləmdə torpağa qatam. Sizə bir şey də, bir alma sirkəm var, onu süzəcəm. Heç nəsiz susuz, heç nəsiz qoyduğum bir sirkədir. Bu mənim bəzən belə kiçik qablar götürürəm. Görürəm ki, artıq evdə alma yeyilmir, yanılır, doğruram, yığıram, sonra sıxıram, bax belə. Bu, bununla bir olan almadır. Üstdəki bərk basıram, yığıram. Sonra isə alma boşalır, sokunu buraxır. Bir ay qalır, bir aydan sonra süzürəm. Bax, görürsünüz, süzmüşəm. İndi bu bir ayda burada durub, indi süzüb balaca kiçik şüşələrə doldurub ağzını sıx bağlayacağım. Bir şey demək istəyirəm. Var, mənim kanalımda 1, 2, 3 adam var. Başlayır oradan. Bəlkə də özün heç nə bilmişlər. Mən heç nə demirəm. Sizin də, sizin fikrinizdə ona da hörmət edirəm. Amma heç nə bilməyə kimisə yargılama. Heç kimin sana yalan borcu yoxdur əzizim. Mən deyəm ki, ay, bu deyir, yazır ki, bu şərabdır deyir. Bu artıq şərab olub, o sirkə deyil. Bu şərab deyil. Bu sirkədir. Çox da gözəl balzam, məcun alınmış bir gözəl sirkə olur. Heç nə qatmadan, heç bir maya falan istifadə etmədən alınan çox gözəl, çox təsirli bir sirkədir. Və çox da gözəl, sağlamlı,
Eğer istifadə edirsənsə, evinizdə heç bir xəstəlik olmayan bir şeydir. Hamı bilir ki, sirkənin faydaları nədir? Sirkənin daha çox faydaları var. Mən söyləmirəm, bilənlər bilir. Amma çox xahiş edirəm. Əgər bir şey bilmirsinizsə yazmayın. Yazın, mən razıyam. Soruş, çaxır, mən çaxır bilmirəm nədir. Çaxır yazırsınız, şərab, bildim, çaxır, şərab, vino. Mən alkol şeylərdən çox uzağam. Həyatımda mən alkol nədir bilmirəm. Ona görə də mənim qoyduğum sirkədir. Mən çaxır qoymuram. Görürsünüz gözəlliyi. Anasını görürsənmi? Bu həmin o sirkədir ki, baba görürsünüz, qoyun tutum o işığa sarı baxın. Gözəlliyinə baxın. Bu həmin o sirkədir ki, heç bir qatkısı olmayan. Sadəcə və sadəcə meyvənin özünə, bu alma sirkəsidir. Mən çox meyvələri belə qoyuram, susuz və belə alıram. Bəzən meyvə olur, məsələn, heyvə olur, quru olur, onu mütləq su istifadə edirəm. Bax, bu necə, xurmanın özü də biraz quruydu, ona da mən su istifadə etdim. Amma su da istifadə etməsəm, susuz da alınır, gözəl bir sirkə olur. Biraz istifadə eləmişəm, 1 litrdən az. Amma bu sirkəyə mən heç nə istifadə etməmişəm. Heç nə, əzizim. Bil və agah ol. Əgər mən bir şeyi bilirəmsə, mən istəyirəm hər kəs öyrənsin, hər kəsin evində olsun. Sənin mənə etdiyin təşəkkür əvəzinə həqarətini qəbul etmirəm. Çox sağ ol. Yenə də deyirəm ki, çox gözəl alınır. Sən bacar et. Bacarıb edə bilsən, alınacaq, ondan sonra mənə təşəkkür edirsən. Bu hər kəsə şamil deyil. Orada 2 nəfər var. O yazır mənə hər zaman. Belə şeylər yazılır. Amma o gözəl sözlər mənə yazanlara da çox təşəkkürümü bildirirəm. Mənim yenə deyirəm, izləyicilərimin ən çoxu qardaş ölkədəndir və çox gözəl, mədəni, mərfətli. Mən onlardan özümə qarşı bir dənə mədəniyyətsizlik görmədim. Necə ona Azərbaycan milləti, sən oturub ağzına gələni öz millətinə deyirsən. Bu belə şey normal, mən bilmirəm. Mən hər kəsə baxıram. Əgər mənim xoşuma gələn bir şey varsa, orada ona gözəl şeylər, bəli, bildirirəm. Ona layiq da atıram. Bilirəm ki, əziyyət çəkir, bilirəm ki, nə edir. Amma bir şey var. Əgər xoşunuza gəlmirsə, heç onu yazmağa da dəyməz. Alladırsınız. Mən heç allatmaq xoşlanıram. Mən yalancı deyiləm. Kimisə alladım. Amma xahiş edirəm, millət olaraq. Əgər bir-birimizin biz yanında deyiliksə, bizim yanımızda heç kim ola bilməz. Nə qədər ancaq Azərbaycan millətidir. Azərbaycan milləti bir-birini daşlayır. İndi əziz, gözəl izləyicilərim, bunun buradan anasını götürün. Əlim girmədiyi üçün bununla götürəcəm. Ay, düşdü aşağı. Eybi yox. Süzəndən sonra çıxardarım. Belə mənim gözəl əziz izləyicilərim, belə qabım var. Yumuşam, quru haldadır. Bacarın yaşı olması, yaşı olarsa sirkədə də pozulma olar. İndi bunu da ona süzürəm. Artıq bu sirkə istifadəyə hazırdır. Bu dəqiqədə istifadə edə bilərsiniz. Amma biraz qalsa daha çox gözəl olur və çox keyfiyyətlənir. Hal-hazırda çox da keyfiyyətlidir. Dadına baxın, çox gözəldir. Çox. Belə. Belə. Hələ baxın, bunun 2 anası var. Birini çəkib biri də var. Buraya əlim girir. Gəl görüm sevməni, sən gəl görüm. Hoppa, gəldi.
Maşallah ana. Ne böyle kalınmış. Bak. Bak gör vino değil. Bak gör çaxır değil əzizim. Bak görsən sirkədir. Bu isə sirkə anasıdır. Mən bilmirəm. O çaxırda ana olur, olmur, onu bilmirəm mən. Çünki mən elə şeylərlə məşğul deyiləm. Ona görə bilmirəm və qızlar bir dənə də var bax. Ay maşallah. Ay. Kaçma görüm əlimdə. Var. Bax. Bax. Gözəlliyə baxın sən Allah, şəffaflığa. Mən bunlar oynamaq çox sevirəm. Bu, bir də bu. Gözəl. Bu üzümündür. Bu alttaki isə xurmanın. İndi mən bunları atmıram. Mən bunları saxlayıram. Banka yığacağım. Bax elə bu sirkənin içine altta qalan aslatqın ağzını bağlayam və götürəm. Güzellik. Bax. O bacara bilməyənlər, heç nə eləyə bilməyənlər ancaq oturub kimisə yalan gerçək qınayanlar baxın. Görün, bunu mən eləmirəm ki. Bu da Allah'ın bir möcüzəsidir. Bu Allah'ın bir möcüzəsi. Bax. Güzel, güzel. Güzel mi? Güzel. Bu da xurmanındır. Allah'ım ne güzel. Ətri güzel gəlir.